Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub. Və bugün Azərbaycan məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir də bizim birliyimizi, dostluğumuzu təzahür edir. Qarabağ məsələsində də qeyd etdiyiniz kimi biz omuz-omuza əziz qardaşım Sayın Cumhurbaşkanı Rəcəb Tayyip Erdoğan'la savaşın ilk günündən bir yerdəydik. Savaşın ilk saatlarında Türkiye Cumhurbaşkanı'nın bize gösterdiği destek, dayanışma, siyasi destek, manevi destek, Türkiye halkının bizimle beraber olması bizim gücümüze güç katır. Ve biz tarihi ədaleti bərpa etdik ve bugün Azərbaycan xalqı öz əzəli torpağında rahat ve təhlükəsizlik şəraitində yaşayır.